Salam aleykum, yeni vloguma xoş gəlmisiniz. Necəsiniz? İnşallah yaxşısınız. Bir şükürlər olsun, yaxşıyıq. Düşündüm ki, çoxdandır ümumiyyətlə ev vlogları çəkmirəm. Yemək hazırlamışkən dedim biraz yemək hazırlayım, biraz da sizlərlə söhbət eləyim. Nə bişirəcəm? İstəyirəm makaron bişirim. Bizdə ümumiyyətlə xingal əvəzi bilmirəm siz deyilirsiniz yoxsa eləmirsiniz. Tez bazar olsun deyə tələsirəmsə və yaxud da xəmir açmaq istəmirəmsə, xingal əvəzi makaron hazırlayıram. Bu arada makaron, bilmirəm, o biri vloglarımda çox göstərmişəm. Makaron ancaq son zamanlar ancaq barilla alıram. O qədər dadlıdır ki. Baxın, belə növləri var. Arxa tərəflərdə də var. Növləri almışam, çox alıram, atıram evə. Lazım olduqca işlədirəm. İşıq desən yaxşı düşmür orada. Görüm şeyin yerini dəyişirəm, kameram buradan işıq vurur. Neyse, bunlardan alıb bişirirəm. İndi də yəqin ki, bunu bişirəcəm. Uşaqlarım daha çox xoşlayır. Bunu bişirəcəm. Bir də onu deyirdim. Makaron eləyirəm, qeymə eləyirəm üstünə. Sonra qatıq sarımsaq falan eləyirim. Xingal əvəzi yeyirik. Uşaqlar da çox xoşlayır. Əvvəlfəz bizdə hər şey yeyən deyil, bilirsiniz. Onu daha çox xoşlayır, yeyir. Ona görə də hazırlayıram. Tez-tez. Bu arada bu qazan dəstəyi bilirsiniz ki, təzə almışdım. Həqiqətən də çox yaxşı çıxdı, yəni məsləhətlidir. Firması bilmirəm, altında firmasının adı var. Görün bir dəqiqə, yoxdur. Adı yoxdur üstündə, ama korobkasını falan göstərmişdim sizə. Yadınızdarsın. İndi makaronsuz verəcəm, məncə bu bəs eləyər. Məncə bu bəs eləyəcək. Ümumiyyətlə bir paçkasını eləyirəm. Bizə yəni pulunu bəs eləyir hamımıza. 400 qram da içərisində. Deməli, sonra yeməyi də çıxartmışam burada. Bundan da var. Qoymuşam belə şey açılsın budur. Bir dənə suyu doldurum. Sonra davam eləyək. Belə suyunu doldururam indi qazan. Suyu da olsun. Bu arada bilirsiniz ki, məhərrəmliyə girib. Axşamlar biz məsciddə oluram. Bilməm, biz bilirsiniz ki, Müşfiqabadda yaşayıram. Buradan bilməm, bizi izləyənlər varsa yorumlara yaza bilərlər. Axşamlar məsciddə oluram. Əslində istəyirəm bu günləri bir keksdən falan bir şey hazırlayayım, ehsan aparım. Görüm, əgər çatdıra bilsəm hazırlayacağım. Hazırlasam da sizinlə bir yerdə də çəkib bölüşərəm. Bir dənə dolduraq suyunu. Suyun içinə duz falan əlavə edirəm, qoyuram. Burada dolsun o, yaşsız sonra yükləmədən dağılır. Orada tətildir, tətillər necə gedir, uşaqlar nə yiyir? Bizdə Hüseyin evdədir deyə hayhuydu, tüm gün baş beynim gedib əllərindən. Arada amma dərs falan hazırlaşdırıram ona, mütləq də lazımdır. Çünki görürəm ki, riyaziyyatım o qədər yaxşıdır ki, riyaziyyatı çox yaxşıdır. İmla da yazdırıram, maşallah yaxşıdır. Sonra üzdən köçürmə verib müəlliməsi dəftər deyib götürəcəm ki, görün tətildə bunlar neyiniblər, işləyiblər yoxsa yox. O da yaxşıdır. Amma gəl bu Azərbaycan dili, bu ad bildirmə, əlamət bildirən sözlər falan bunlarda çaşır qalır. Görürəm ki, ucu unudur. Gərək təşəvvülatdırım, bayaqları test çözürdük, bir yerdə test edirdik. Görürəm ki, ucu yadımdan çıxıb. Bunu aparım bu arada. Sizi də hər dəfə kameranı fırladıram da o başa bu başa. Əslində işıq düşür buradan, çox da yaxşı deyil. İşıq düşdüyü üçün. İndi deyəsən çox da düşmür. Yaxşıdır məncə. Yandıraq altını. Sonra buz tökəcəm içine. Qoyun qaynasın. Yandan sonra inşallah makaron tökəcəm. Bu resept kimi göstərmirəm. Prosta nə var ki makaronsuz və bu sizinlə söhbət eləyə istədim, bişirim. Ona görə siz də vlogsuz qoymaq istəmirəm. Neçə müddətdir ki, vlog düzəməliyəm, vlogda çəkə bilmirəm sözünü. Çox evdə tapılmırıq, bilmirəm. Hər gün nəsə çıxır, ora gedirik, bura gedirik. Nəsə alındıra bilmirəm. Bu arada paltaryanımı da aldım. Şeydən aldıq, o qədər yerə baxdıq elədik, amma ən sonunda hərrəni fırlanıb şeydən aldıq. Sədərəydən. Qısa bir vlog çəkmişdim, bura qoyaram, baxarsınız. Əbəlfəz. Gəlmişik paltaryan olur. Sen gel oradan öğren.
7 kilo var. Bir şey var. Var. Neçədir qiymət? İse, ayse. 7 kilo taşı var neçədir? Var 550 manat. Bax hələ çamanların malını var. Böyle şey. Gör çatdırma, quraşdırma var. Bəs qardaşım, çatdırılma, quraşdırılma necə? Çatdırılma, quraşdırma edirsən. Əlavə. Yapalım. Zəmanət verir. Yasin yazılır. İndi qayıtmayda da ki, indi nə də Allah təşkil qayıt. Vizanızı da alacaqlar. Turma edin. Öyrəşmişik də. 5-6 nəfər, 7 nəfər adam olsun. Üstü orada da şey, hansısa qapıya atsan, qapıya atsan. Bir dolarıq bu qəşəng. Hansısa qapıya atsan, qapıya atsan. Urlada elə olacaq. Olmasa. Yox, oradan. Orada Məşəddə. biraz sıxlıq oldu. Təsəvvür elə özümü boş buraxdım, özləri apardım. 8 kiloluq oldu. Adı Pinkdir. Vallahi heç bilmirəm bu Pink nədir. O qədər təriflədilər ki, biz orada. Bilmirəm indi satmaq adı ilə təriflədilər, amma namaz əhli idi. Ümidvaram ki, həqiqətən yaxşı olduğu üçün təriflədi. İçində deməli parvoy sistemi var. Deyir ki, çiskaya vermirsiniz paltarları, misal üçün çox böyük ləkələr olanda falan da, deyir onları belə təmizləyir. Sonra düzə atdım. Ağlarım var idi. Atdım üstündə yağ ləkəsi var idi. Apardı. 2 saat nə qədər çəkirdi, apardı. Ondan sonra özü öz barabanını təmizləyir, var qoşursuz özü təmizləyir. Belə də 8 kilodur. Qiyməti də 780-dan 750 manata endirim elədilər. 750-yə götürdü. Çatdırma, quraşdırma daxil idi içərisinə. LG ilə arasında qalmışdım, amma nəsə bunu o qədər tərif elədi ki, yenə deyirəm bunu götürdük, bilmirəm niyə. Bu arada adı Pinkdir, amma deyir ki, Toshiba yox, Bosch'un bir firmasıdır. Bosch'un içində gedir, yəni Bosch'a aid bir şeydir. Bilmirəm da düz deyir, düz demir, amma neysə aldıq da axır ki. Amma paltarları yumağından hələ ki narazı deyiləm, razıyam. Dedi 14 gün ərzində istəsiniz qaytara da bilərsiniz, yəni xoşunuza gəlməsə. Amma hələ ki işlətmişəm, 3-5 dəfə işlətmişəm, çünki paltar yuyanım xarab olmuşdu, bilirsiniz, 3-4 gündür paltar yuyansız qalmışdım. Yəni neçə gün paltarlar yığılmışdı, ona görə neçə gündür podrəd işləyir maşın. Uşaqlar da o tərəfdə tapşırmışam ki, səssiz çıxmasın, mən vlog çəkirəm. Hələ ki səsləri yoxdur. Sonra bu arada bunları da almışdım. Bax, mən sizə göstərmişdim də. O qədər yaxşıdır ki, bıçaqları ikidir həqiqətən. Barmağım kəsik idi. Sonra bunlar falan da çox pratikdir. Yaxşıdır, xoşum gəlir. Beynimə nə düşüb onu deyim sizə. Şeyi dəyişdirmək istəyirəm. Təzdən yeniləmək istəyirəm. Heç xoşum gəlmədi də, heç ürəyimə də yatmadı. Bu arada bizdə qapılarda dəyişilməlidir. Axı da göstərim sizə. Göstərim bu qapılar. Dəyişilməlidir mütləq və mütləq ən qısa zamanda inşallah Allah nəsib eləsin dəyişdirəcəyik. Yuxarı hissələ laminat qaldırıb deyə taxtanın üstündən laminat vurmuşuq təzəlicə. Laminat qaldırıb deyə yuxarılar aparıb qapıları kəsdirməlidir. Başa düşdünüz? Ona görə yuxarılarını heç kənar taxmayıb ümumiyyətlə. İndi neçə vaxt ona deyirəm ki, gedib tezliyinə və qapı almaq. Qapı istəyirəm. Əslində məndən olsa mən kuxnya meblini yəni təzəliyərdim, amma inşallah yavaş-yavaş da hamısının öz zamanı, vaxtı var. Kamera niyə belədir? Bir də o tərəfdən qoyum sizə. Buradan qoydum. Bilməm buradan işıq yaxşıdır yoxsa yox, stulu çəkeyim oradan. Bu arada bu stullar o qədər rahatdır ki, sözdən sözə keçirəm. Şimdi qapını da inşallah Allah nəsib eləsin, inşallah mütləq ən qısa zamanda dəyişdirmək istəyirəm. Bundan deyirdim, mebelləri heç xoşuma gəlmir. Aşağı hissəsi ümumiyyətlə heç xoşuma gəlməyib. Buranı da yenilədim, bilirsiniz. Yenə də yarımçıq qalıb. O tərəfə keçən vloqunu göstərdim, eləyəcəm. Hələ eləməmişəm. Bu arada bir də sizə bir söz deyim. Bu hissəsini mən buradan görsənmir, yoxsa görsənmir, qaralıb. O da necə oldu? Yağı qoymuşam, burada yadımdan çıxıb uşaqlar çağırıb 5 dəqiqə getmişəm. Orada bir də gördüm parjar qalxdı yuxarıya.
Brakası yanır. Mənim də xəbərim yox. Yandırdı, tökdü. Onu nə ilə apara bilərəm? Mən məsləhət bilərsiniz, mən onu düzəldim, təmizləyim, istəmirəm elə qalsın, görüntü olaraq xoş deyil, yaxşı görsənmir. Nə qədər sürtdüyüm elədim, domestos tökdüm üstünə, sürtmüşəm, amma xeyir olmadı, aparmadı. Paltaryanım da bu arada mən sizə göstərmişəm də çox güman ki, bax, belə bir şeydir. Görürsünüz? Belə bir paltaryondur. Bax, görürsünüz bu tərəfin hələ də elə qalıb. Düzəltməmişəm. Ona görə istəyirəm ümumiyyətlə bir dəfəlik hər ikisini də sökürəm, sözün düzü. Heç yuxarıda bir o qədər də xoşuma gəlmiş. İstəyirəm gedim eyni alım, açıq bir tonda da, yəni bu belə fason bir şeydə, çox açıq bir şey istəyirəm. Hər ikisini eyni edeyim. Burada o belə satırlar, tək-tək belə yapışdırırsan, onlardan alım yapışdırım ki, biraz dəyişiklik olsun, dəyişikliyi sevirəm də. Belə, indi qiyməni mən bu suyunu qoyana qədər ki, qiyməni hazırlayaq, vaxt getməsin. Bunu keçirdim mən yaxşıca arxaya. Hələ ki, qızmayıb. Çox belə. Bunu keçirdək arxada qaynasın. Biz də burada qiymətimizi hazırlayaq. Deməli, taxtanı götürürüm. Soğanı doğrayaq birinci. Yağı əlavə edeyim şey olsun. Qızsın. Mən soğanı doğrayana kimi. Kırlangıç yağından istifadə edirəm. Bundan istifadə edirsiniz. Düzdür, çox vaxt zeytun yağı alırıq. Zeytun yağım bitib. Ona görə də keçmişik kırlangıça. Soğan götürürəm. 3 tane soğan. 3 tane, 4 tane. Dedim ama hamısını bilmirəm, var, yoxsa bilmirəm. Şey eləyək. Soyaq qoyaq bura. Bu arada bir de onu da diyeyim size. Bu şey almıştım hemen hicab. Kepkalı hicab. Buradan taxa bilmədim ki onu. Çok özümü narahat hiss elədim. Bilmirəm niyə. Elə bir dəfə taxdım çıxdım. Elə orada da yarımçıq çıxartdım başımdan. Neyse özümü narahat hiss elədim. Düz bir orada bir şey yoktu. Yani günün qarşısını alır, belə deyim. Şey, rahat bir şeydi aslında. Özümü nəsə narahat hiss elədim. Onu o da burada heç taxmamışam, inanırsınız. Çok güzel koydum. O da burada ona göre inansız taxmamışam. Uşaqları yayda dənizə falan aparanda uzaqlaşır. Yayda deyirəm, neyse. Bəlkə onda biraz taxa bilərəm, taxsam. Amma belə bayra çıxanda yenə taxa bilmərəm. Soğanları əlavə qədim. Soğanı koydum pişsin. İndi özüm üçün biraz salıb düzəldəcəm. Mən elə bil ki, bilirsiniz ki, dietada idim. Amma indi görər ki, çox həddindən artıq kökəlmişəm, 3-4 kilo falan almışam. Ona görə də salata yiyəcəm. Bugündən sonra elə işlə yemişəm. Bilirəm ki, mən gəlirəm, suyun da istəyəcək. Ona görə biraz çox hazırlayıram. Bilirəm, o istəyəcək 100%. Mənim özümə 2 dənə pomidor aslında bir dənə xiyar bəs edir. Xiyar çox xoşlamıram.
Ona görə Hüseynlə özüm elədiyim üçün bunları deyim. Bir də yum pizgərim. İndi başlayıram biraz salat doğrayım özüm üçün salat yiyəcəm. Əslində inansı starişinin falan da var. Starişini hazırlamışdım, var idi. Amma yeməyəcəm. Söz vermişəm, az bugün yeməyəcəm. Uşaqlara bax, sözə baxmıyorlar. Hələ demişəm ki, video çəkirim. Nazik xırda indi xiyarları doğrayacağım. Ki aşağıdan qoyum görəsiz onda. Aranızda diyeta saxlayanlar ümumiyyətlə necə saxlayırsınız, nə ilə qidalanırsınız? Biraz mənə də məsləhət verərsiniz. Mən özüm yəni hər zaman öz bildiyimi eləyirəm də, heç vaxt marafona vazı. Əvvəllər qoşulmuşam, amma sonra belə durum ki, çox işıq düşməsinə sizə. Son zamanlar amma marafona falan qoşulmuram, ancaq özüm öz bildiyim, yəni diyeta növü ilə gedirəm. Diyeta növü deyəndə ki, yəni də kalorisi azalan şeyləri özüm üçün yəni hazırlayıb yeyirəm. Yəni heç bir şey qoşulmuram. İndi ben misal üçün bu günləri səhər yuxudan duranda kofe içmişəm. İndi ucu salat edib yiyəcəm. Heç olmasa bir həftə belə qidalanacam, görüm nə görürəm. Bir həftədən sonra. Bu arada soğanı da qarışdıralım. Yanımdan işte yanaş. O tavalar o qədər yaxşıdır ki, 1 qram şey yapışdırmır da. Tavalar super diyor, super. Şimdi bir daha. Kıymam уже hazırdır. Hazırdır deyirəm. Yəni bayaq buzluydu biraz, indi əridi. Buzu açıldı. Yəni biraz da açılmışdı, biraz bir tərəfi biraz buzlu qalmışdı. İndi açıldı, biraz əcviyyatlarını vuracağam. Tuz. Olmazsa olmaz. Hər yeməyə qatıram. Sarı kök. Çok oldu. Ve de istiyot. Uşaqlara görə biraz çox vurmayacağım. Fasulye. Belə bunu indi qarışdıram. Qapağını bağlayacağım, qoyacağım qızarsın. Arkada da bu arada şey hazır olur, pişir. Makaron.
Mənim yeməyim artıq hazırdır. Şeyzarın verilişinə də az qalır. Qoyacağım qabağıma, baxa-baxa inşallah yeyəcəm. Bunu bir dənə yaxşıca qarışdırım, qapağını qoyum. Geçən qızarsın. Bizdə kanan qızarmasa yemir də. Xoş deyir ki, qızarmış olsun, yaxşı qızarsın ət. Çox ətlə çox arası yoxdur, onunki toyuqdur. Toyuğu daha çox sevir. Amma bizdə də uşaqlar ət xoşlayırlar. Belə. Bunu indi qoyacağım, qəşəng qızarsın. Qalsın qızarsın. Bu arada da makaronum da pişsin, süzüm. Bugünün yeməyi inşallah hazırdır. Evlərdə zaten yığışdırmışam. Bir dənə paltarlarım qalıb asılası. Onları da birazdan inşallah asacağım. Bitəcək. Baxın, burada da makaron hazırlanır. Birazdan hazır olacaq inşallah. Mənim yeməyim hazır. Bugün bunu yiyəcəm. Yəqin ki, bağlayacağım. Zorbaş axşam tərəfi biraz acısam. Saat 5-də də 1-2 saatda falan. 1 saat acımaram. 2-3 saatda falan qatıq yiyəcəm. Bunu Hüseyin də yiyəcəkdir. Nüçələri ayırım. Düz göyərti xoşlanmır. Amma mən vurdum. O yesin, vitaminli şeyləri, uşaqlar onsuz da xoşlanmır valla. Mənim yeməyim hazır, mən yeməyimi yiyeyim. Bir şeylər qoşum internetdə. Baxa-baxa yiyeyim. Bilmirəm, hamı elədi, yoxsa mən eləyəm. Nəsə qoşmasam yemək yemirəm. Milçək var idi bir dənə. Uçdu arası. Tapıb öldürməliyəm. Zəhləm gedir də milçəkdən. Və fırlanacaq mənim yanımda deyib, buradadır. Mən onu öldürməmiş yemək yeməm. Bir dənə onu öldürüm, birazdan görüşərik. Yeyməm baxın artıq hazırdır, qızarıb. Bilməm, oradan qızarmağı deyəsən çox da görsənmir. Amma yeyməm hazırdır. İndi burada makaronlarım da hazırdır. Artıq süzürəm. Bax, görürsünüz, şişiblər, böyüyüblər. 3-5 dəqiqəyə falan da hazır olur, yəni bişir. Bunları süzüm. Makaronumu da baxın belə süzdüm. Artıq hazırdır. Üstünə bir dənə biraz belə yağ gəzdiririm. Çox az. Yəni mən yeməyəcəm. Bu arada bilirsiniz, diyetadayım. Uşaqlara falan yedizdirəcəm. Kənanla qaynanam gələndə onlara. Belə makaronum artıq hazırdır. Ətim də burada, bağlayaq. Ətim də burada. Bu da tam qızardı. Qəşəng. Şimdi altını söndürürəm. Gedirəm hazırladığım salatı nuş eləməyə. Bugünkü vlogumuz da bura qədər olsun. İnşallah ki, ümidvarım bəyəndiyiniz bir vlog oldu. Əgər bəyəndinizsə, yorumlarda bildirərsiniz. Bu tərz vlogları daha çox çəkərəm. Bəyənmədinizsə, yenə harasa çıxıb eləyəndə o hər zamanki vloglarımdan çəkərəm inşallah. Göz haqqınızı da halal eləyin. Düzdür, elə bir şey deyil makarondur, amma yenə də Allah hər birinizin ruzu bərəkətli bol eləsin cümləmizin inşallah. Allah'a emanet olun. Kanalımıza da abone olmayı unutmayın. Like eləyin inşallah. Bir sonraki vlogumuzda görüşərik. Bu arada demişdim, ehsan eləmək istəyirəm. Yəqin ki, eləsəm bir sonraki vlogda göstərəcəm. Bu vlog artıq bağlayıram. Bir sonraki vlogumuzda inşallah görüşərik. Allah'a emanet olun. Sağ olun.